Hər vaxtınız xeyir olsun. Gündəm xəbərinin efirində 29 sentyabr tarixidir və günün ənənəvi olaraq hava haqqında məlumatını diqqətinizə çatdıracaq. Belə ki, sentyabrın 10-na olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək. Havanın temperaturu gecə 15-17 dərəcə, gündüz isə 18-22 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarına gəlincə, Azərbaycanın bölgələrində hava əsasən yağmursuz olacaq, lakin gündüz bəzi şərq rayonlarında, axşamdan isə əksər rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı və dolu düşəcəyi ehtimal edilir. Hətta bəzi yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 dərəcə, gündüz isə 18-23 dərəcə isti olacaq. Dağlarda isə gecə 3-8, gündüz isə 9-14 dərəcə isti olacağı gözlənilir.